Salam. Salam. Tanış olun Gülnar xanım. Şöbəmizin təzə əməkdaşıdır. Müsabiqə ilə götürdüyümüz baş elm işçidir. Salam. Salam. Bəs Fərux orada? Vasif müəllimin yanındadır. Fərruxla özün tanış olarsan. Bu stol sənin olacaq. O birisi şöbəmizin kiçik elm işçisi Fərrux Ağazadanın stolu. Çox sağ olun Şakir müəllim. Buyurun. Nə çətinliyin olsa elə bilirəm ki, Gülnar xanım köməyinə əsirgəmə. Sağ olun. Sağ ol. Gülnar xanım, bağışlayın. Sizi qiyabi tanıyıram. Elmi işlərinizdən. Amma qətiyyən sizi bu cür təsəvvür eləmirdim. Bəs necə təsəvvür edirdiniz? Bilirsiniz, orta məktəbdə bizim bir fizika müəllimimiz vardı. Arıq uzun bir qadın idi. Eynəyin altına elə zəhmlə baxırdı ki, adamın ürəyi düşürdü. Bəs mən niyə arıq uzun və zəhmli olmalıyam? Bilmirəm. Heç olmasa yaşlı olsaydınız, Nə olardı ki? sizi müəllimim kimi təsəvvür eləyərdim. İndi isə bu başdan deyirəm, sizdən heç nə soruşa bilməyəcəyəm. Utanacağım. Baxıram, heç utancaq oxşamırsınız. İnanmıram ki, elə ciddi məqalələri bu cür qəşəng qız yazıb. Mən Şakir müəllimdən xahiş edəcəyəm ki, sizin yerinizi dəyişsin. Ne üçün? Ona görə ki, siz salam əleyhdən komplimentə başladınız. Mən ciddi deyirəm. Makro müdürlə danışdım, toya gələcək. Konferansı da çıxış eləməyimi məsləhət görür. Lap yaxşı. Bəs Elçin müəllim? Makro müdür öz onunla danışacaq. Amma Gülnar xanım heç mikro müdürə konferans barədə bir söz deməmişəm. Necə bilirsiniz? Mənə belə gəlir, 124 min peyğəmbərə yalvarınca elə... Yəqin mikro müdür də Şakir müəllimdir. Gülnar xanım, mən bu yoldaşı tanımıram. Tanış olun, şöbəmizin təzə işçisidir. Allah özü saxlasın, yaman utancaq. İlqar, tanış olmağıma şadım. Mən də çox şadam. Siz də yəqin ki, Fərrux müəllimsiniz. Hə, Fərrux olmağına Fərruxam, amma hələ mənə müəllim demirlər. Müdafiə eləyim sonra. Bu müdafiə də bir xəstəlik olub da. Ey əzizim İlqar müəllim, əgər elmi dərəcəniz olmasaydı, bax bu cür danışmazdınız. Ola bilər. Hə, diqqət, diqqət. Sizi şənbə günü toyuma dəvət edirəm. Təzə işçimizdə siyahıya daxil eləyək, hə? İlqar müəllim. Buyurun Gülnar xanım. Təbrik edirəm Fərrux. Çox sağ olun. Buyurun İlqar müəllim. Buyurun. Bax, ilk iş günümün bu cür başlanması yaxşı əlamətdir. Çox sağ olun. Məmnuniyyətlə gələrəm. Çox sağ olun. Əziz və hörmətli qonaqlar, bugün məclisimizdə bir qrup alimlərimiz iştirak edir. İnstitutun direktoru Professor Vasif müəllim, onun mavini Elçin müəllim, beyimizin şöbə müdiri Şakir müəllim. Əziz dostlar, biz bu alimlərlə fəxr edirik. Onlar bizim fəxrimizdir. Bu məclisdə yenə də mən istərdim ki, təqdim eləm Gülnar xanımı. Buyurun. İlqar müəllimi.
Bu şəxslər beyin iş yoldaşlarıdır və başqa yoldaşlar məclisdə iştirak edirlər. Biz onların ixtiraları ilə sevinirik, fəxr edirik. Əvvəlcə icazə verin sizin qədəhinizi doldurum. Ne içmək istəyirsiniz? Farad, Farad. Hə, qaldırın. Əsas səbəbsə budur ki, mən sizin yanınızda oturmuşam. Sizlə sərbəstcə söhbət edirəm. Bunun nə fərqi? Kimsə burada oturmalıydı. Bəlkə də sizin üçün fərqi yoxdur. Amma benim üçün var. Əvvəllər belə məclislərdə kimin oturardı? Fərruxla. Amindonun yeri başqadır. Baxın, özünü necə də dartır. Mən onun yerində olsaydım, yerimi dəyişməzdim. Elə eləməyin ki, mən yerimi dəyişim. Elçi, burası Servinaz. Kişi bacarır da. Servinaz'a baxır, ancaq fikri günlərdadır. Ev yox, Elçin müəllim, çox çəkməz. Bu təzə işçi də yamanca gəlmiş oldu Gülnara. Elə neysə deyir. Gülmə Gülnar xanım, gülmə. Yalandan gülürsən. Bilirəm ürəyindən nələr keçir. Gülnar xanım, mən sizi rəqsə dəvət etmək istəyirəm. Yox, mən oynamaq istəyirəm. Xahiş eləyirəm, sözümü yerə salmayın. Allah bilir belə imkan bir də nə vaxt yaşayacaq. Oğlum, bizə baxın. Ona baxsınlar, oynayaq. Sonra isə söz verirəm ki, bir də zəhlənizi tökməyəcəyəm. Əziz qonaqlar, mən bəyaqları ərz elədim ki, bizim məclisimizdə sevimli alimlərimiz iştirak edir. Mən elə başa düşürəm ki, bugün Fərrux bəy və onun zövcəsi üçün daha da xoş olar ki, bizim sevimli institutumuzun direktori Profesör Vasif müəllim burada öz arzularını, öz ürək sözlərini desə, biz də ona qulaq asaq daha yaxşı olar. Buyur Vasif müəllim. Şərqdə Əflatun kimi tanınmış qədim Yunan filosofu Platon deyib ki, əvvəllər insan bütöv bir varlıq kimi mövcud olub. Sonra Allahın qəzəbi tutub, bu varlığı iki yerə bölüb. İki yerə bölünmüş varlıqları səpələyib yer üzünə. Həmin gündən
Hər kəs öz yarısını axtarır. Tapmayınca rahat olmur. Əlbəttə, bəzən səhv eləyənlər də olur. Başqasının yarısını, daha doğrusu yarını, özünkü hesab eləyənlər də tapılır. Bugün bizim bəy öz yarına, daha doğrusu öz yarısına qovuşur. Mən təklif eləyirəm qaldıraq badələrimizi, ikisi bir can olan bəylə gəlinin, Fərrux bəylə Nübar xanımın sağlığına. Balam, alim olanda nə olar? Alimlər də rəqs eləməyi bacarır. Bəlkə bizim üçün bir tərəkəmə çalasın, hə? Mən rəqs eləmək istəyirəm. Mən bəzi adamların səhləsini aparmaq istəmirəm. Yaxşı qaşqabağınızı tökməyin. Sözümü geri götürürəm. Eşidirsinizmi? Gəlin barışaq. Oynayaq. Bəli,
gördün necə oynayırdılar. Kim? Aşığı da gözünü çəymirdi onlar. Kimi deyirsən? Kimi deyəcəm? Elçinlə Gülnarı. Bir xahişim də var, mən ötürəm. Siz mən burada qalmaq istəmirəm. Gedək. Salam. Oo, salam təzə bəy. Salam. Xeyir olsun belə tezdən. İşe gelmişim. Nə danışırsan? Məzuniyyətin qurtardı. Bəli. Gülnar xanım, görürsüz vaxt nə tez gəlib keçir. Xoş gördük Fərrux. Hoş gününüz olsun Gülnar Hanım. Bilirsiniz işten ötürü necə darxırdım. Bilmirsiniz, konferansın məruzələrinin tezisləri çaplan çıxıb. Hələ yox. Bir-iki günə hazır olar. Nasıl gerçek? Məni bağışlayın, Elçin müəllim çağırtdırın. Buyurun Gülnar Hanım, buyurun. Fərrux, otur bir görək nə var nə yox. Salam. Salam. Əyləşin. Məruzəni getirmiş severim baxın. Əsas hissəsini seminarda müzakirə eləmişik, ona görə. Vasım müəllim haqlıymış. Köhnə işdir. Siz mənə məruzə hazırlamağı tapşırmışdınız, mən də hazırlamışam. İstəmirsinizsə heç çıxış eləmərəm. Yox, niyə çıxış eləməlisiniz? Amma doğrudan bu sizin axırıncı işinizdir, bəs. Bu vaxta qədər nə ilə məşğul olmuşsunuz? Heç nə alınmır. Bir məsələ var, düz 2 aydır baxa bilmirəm. Görünür dözümün bu qədərmiş. Yox. Siz yorulmuşsunuz. Qətiyyən yox. Keçmiş tənbəlliyim qayıdı. Olur. Belə şeylər olur. Həvəsdən düşməyi məsləhət görmürüm. Görünür, bu istedadla əlaqədar bir qabiliyyətdir. Siz ən çətin vəziyyətdə də ruhdan düşmürsünüz. Mən də bu cür olmaq istərdim. Amma bacarmıram. Bacararsınız. Özümdən asılı deyil. Ona görə də xahiş edirəm mənim ərzəmi siyahıdan çıxarın. Fərruxun məruzəsinin çıxarıldığını bugün bilmişəm. Onun adı qalsın, məni çıxarın. Ne üçün? Fərrux neçə ildir bu institutda işləyir. Müdafiə eləmək də getdikcə çətinləşir. Ola bilsin bu onun üçün son imkandır ki, özünü göstərə bilsin. İndi də evlənib, ailə başçısıdır. Heç olmasa maaşı artardı. Yox. Fərrux kimlərə qapıları möhkəm bağlamaq lazımdır. Unutmaq olmaz ki, elə adamlara qapıları bağlayırsan, pəncərədən içəri girirlər. Müəyyən elmi dərəcə alandan sonra onları tanımaq olmur. Özləri biçimdə, özləri qabiliyyətdə. Adamlar tapıb onlarla həmfikir olurlar. Fərdlər dəstələrə, dəstələr kollektivlərə çevrilir. Amma tək adam nə qədər istedadlı olursa olsun kollektivə qarşı nə edə bilər? Onda nə üçün onun toyunda iştirak edirdiniz? Qəribədir. Toyun məsələyə nə dəxli var?
Bu bir, ikinci de ben Ferruh'la düşman değilim. Ferruh yaxşı olandı, ümumiyyətlə yerində deyil. Başa düşürəm. Bir zamanlar Vasif müəllim sizi necə sıxışdırırsa, indi siz də o cür hərəkət edirsiniz. İmkan olduqca onu da, aspirantlarını da sıxışdırırsınız. Bu sizə yaraşmır. Gülnar xanım, nəyin mənə yaraşıb, yaraşmadığını hər halda mən sizdən yaxşı bilirəm. Görürsünüz, əsəbləşməyiniz sizin haqlı olmadığınızı göstərir. Yox, mən əsəbləşmirəm. O ki qaldı Vasif müəllimi müdafiə eləməyiniz, bu mənim üçün təzə şey deyil, mən buna öyrəşmişim. Vasif müəllim bacarıqlı bir riyaziyyatçı olduğuna görə ona həmişə hörmət eləmişim. Vəzifəpərəstliyə gəlincə siz ondan bir o qədər də fərqlənmirsiniz. Vasif müəllimin bütün aspirantlarını sıxışdırırlar. Günahkarsa sizsiz, sizin tərəfdarlarınızdır. İgid bastığını kəsməz deyiblər. Hər halda sizi belə kinli görmək istəməzdim. İgid, mərd, Koroğlu. Siz onu bilirsinizmi ki ya? Koroğlu acığından 3 gün, 3 gece üzü üstə yıxılıb qalır. 4-cü gün işe gələndə görür ki, əmrin yazıb işdən azad edilir. Siz də zarafat eləməyə vaxt tapdınız. Yox, zarafat eləmirəm. Sadılır, laqeyd igidlərdən zəhləm gedir. Çünki keçən həmzələrin nə qədər təhlükəli olduğunu bilirəm. İgid bastığını kəsmir, elədir. Amma kürəyə yerə dəymiş namərd qalxandan sonra elə zərbə vurur ki, igid o dünyalı olur. Bəlkə də düz deyirsiniz. Amma Fərruxa yazığım gəlir. Mənimdir. Mənimdir. Amma nə eləmək olar? Başa düşürəm. Yaxşı. Mən gedim. Çoxdandır görünmürsünüz. Yəqin mən çağırmasaydım heç gəlməyəcəydiniz. Şöbəmizdə bir işçi var. O deyir ki, rəislərin gözünə nə qədər az görünsək, başımız bir o qədər salamat olur. Sizin bu qədər qorxaq olduğunuza inanmazdım. Vaxt keçir. İstəsək də, istəməsək də dəyişirik. Neysə, mən gedirəm. Mənim adımı siyahıdan pozun, özümü pis hiss eləyirəm. Yox, adınızı siyahıdan poza bilmərik. Çünki siyahını təqdim eləmişik. Boyun aşağı bilməz. Bilərəm. Bilməzsiniz. Ərzə yazıb işdən çıxaram. İşdən çıxa da bilməzsiniz. Sizin bu cür danışmağa ixtiyarınız yoxdur. Var. Çünki hələlik siz bu institutda elmi işçisiz. Doğrudan da hələlik. Hoş gördük Gülnar xanım. Sağ ol. Balam, görsənmirsən? İşlərin necədir?
Çox sağ olun, pis deyil. Köməyinizə də ehtiyacın var. Çəkinmə, de. Yox, sağ olun. Bu Elçin müəllimlədir ki, son vaxtlar müharibə vəziyyətindəyik. Bəlkə barışdırasın bizi, hə? Bağışlayın, mən rəhbərliyin içinə qarışa bilmərəm. Atan necədir? Yaxşıdır, pis deyil, Məndən salam de. deyərəm. Buyurun. Buyurun. Salam. Ha, salam Elçin. Geç əyləş. Bağışla ki, vaxtı alıram. İstəyirəm bəzi məsələləri birlikdə həll eləyək. Necə deyərlər? Tet-a-tet. Sabah konferans başlayır. Qonaqların əksəriyyəti bu axşam gələcək. Narazılıq olmasın, ha? Nə narazı ola bilər? En yaxşı mehmanxanada onlara yer uzatmışıq. Teys. Vallahi düzələn deyilsən Elçin. Bəs bizim qonaqpərvərliyimiz, hə? Yaxşı. Fikrin nədir? Mənim yox, bizim hamımızın. Ölkəmizin hər yerindən adlı sanlı alimlər, dostlarımız, tanışlarımız yığışacaqlar institutumuza. Biz bir ailəyik axı bu iş yerində. Ailədə nə qədər söz-söhbət olsa da Elçin, unutmaq lazımdır bütün narazılıqları qonaq gələndə. Heç olmasa qonaq gedənə qədər. Bəlkə düz demirəm? Düz deyirsən. Ay, sağ ol. Vallahi şükürlər olsun ki, bu dəfə razılaşdın mənimlə. Düz sözlə həmişə razılaşmışam. Yaxşı, inanaq. Kin saxlamaqdan zəhləm gedir. Deyirəm, fikirləşə görək, başqa nə edə bilərik? Yəqin ki, konferansdan sonra onlara bir ziyafət də verməliydiler. Çünki bu saat dəvdə olan şeydir. Aferin. Xoşum gəldi. Elçin, hərdən ürəyindəki bu kin kudurət özünü biruzə verməsəydi, bilirsən nə yaxşı olardı. Vallahi bizə batan olmazdı. Bunun üçün biz əl-ələ verib işləməliyik. Bəs necə? Görmürsən ki, ən böyük arzum elə budur. Mənim də. Amma vicdanla, açıq ürəklə işləmək lazım. Sən elə adi hərəkətlərdə vicdansızlıq axtarıb tapırsan ki, vallahi adam səni gülməyi tutur. Kiminsə qolundan tutmağa da az qalırsa cinayət hesab edəyəsən. Baxır kimin qolundan? Kimin? Yaxşı bilirsən ki, kimin? Kiçik elmi işçilərin, aspirantların köməyə böyük ehtiyacı var. Onlara biz kömək eləməsək daha kim eləyəcək, ha? Bizim gələcəyimiz də axı onlar eləyəcək. Bacarığı olanlara kömək eləmək lazım. Ehtiyacı olmayana kömək lazım deyil. Fikirləşirəm ki, konferansdan istifadə edib aspirantlarımın işinə bir əncam çəkək. Onların heç birinin işi hazır deyil. Mən bunları sənsiz də eləyə bilərəm Elçin. Ancaq köhnə dostluğa görə eləməyəcəm. Yazığın gəlsin o cavanlara. Tələsmə. Hər şeyin öz vaxtı var. Hərdən fikirləşirəm ki, görəsən bizim belə ayrı düşməyimizin səbəbi nədədir? Axı düşmən deyilsən. Bir yerdə oxumuşuq, yoldaşlıq eləmişik. Ha, Şakir müəllim.
Buyurun, geçin. Məşğulsuz, sonra gələrəm. Yok yok, buyurun eyleşin Şakir Bey. Konferans barədə danışırdıq. Bala, Elçin müəllimi yenə prinsipiallıq azarı tutub. Aspirantlarımın müdafiəsinə imkan vermir. Mən də elə bu barədə, daha doğrusu Fərrux barədə danışmaq istəyirdim. Konferansın proqramında adı yoxdur. Məndən soruşurdu ki, çıxış eləyə bilər, ya yox. Sizcə çıxış eləsə yaxşıdır. Düzü çox yaxşı olandı. Adam qalır, məəttəl heç bilmir nə desin. Elində güzəşt olmamalı. Yaxşı. Onda nə məsləhət edirsən? Nə bilim, istəyirsiniz təzə məsələlər verək, həll eləsinlər, özlərini göstərsinlər. Elçin müəllim, Fərrux o qədər də bacarıqsız deyil. İnanıram. Amma mənə Elçin heç vaxt inanmırsan. Baba, niye ha? Bak de görüm ne pisliği eləmişəm sənə. Bir dəfə əleyhinə bir kəlmə danışmışam. Seni bura mavin gönderinde de öyle tərifləmişdim ki, kardeşimi o cür tərifləməzdim. Sonra da həmişə seninle dil tapmaya çalışıram. Bak de görüm ne istiyorsan benden. Müdür olmak fikrindesən? Buyur! Geç, otur! Geç de! Öz xahişimle bugün çıkmasam en pis adamam. Onsuz da zehlem gidip hamıyla üz göz olmaktan cehennem olsun her şey. Vallahi səfəksən. Mən heç vaxt vəzifə həsrətində olmamışım. Yaxşı bağışlayın. Əsəbləşdim. Özümdən çıxdım. Belə də şey olur. Bu işin ucbatından üz göz olmuşuq birbirimizlə. 5 il tələbə olduğu yoldaşım bir dəfə də qapımı açmayıb. Heç evlənəndən sonra da birbirimizin evinə gedib gəlmirik. Bu ne yoldaşlıqdır? Deməli belə. Bu saat yığışırıq, gedirik bizə. Ha? Açırıq başımızı, otururuq üz-üzə, göz-gözə, necə deyərlər? Tet-a-tet. Hər şey yaddan çıxardırıq, yer içirik. Mən evə getməliyəm Vasif müəllim, uşaqlar tək qalır. Şifayı əmrimə qulaq asmasaz. Əmr yazdırıb vurduracağım divara. Yox, qalsın başqa bir vaxta. Balam niye kalsın? Bak niye kalsın? Hele kalsın diye yad olmuşuq birbirimizle. Hiç uşaqlarımızın ad gününe de birbirimizi dəvət eləmirik. Bu ne yoldaşlıqdır? Neçə dəfə oğlumun ad günü keçirmisən? Bircə dəfə də olsun məni dəvət eləmisən? Niye gittin? Ha? Ne dedim ki ona ben? Vasif müəllim, Elçin müəllimin oğlu heç bir yaşı olmamış tələf oldu. Ne danışırsın? Bəli. Ay sen. Hiç bilmemişim.
Niye böyle narahatsın? Hı? Ne olup sana Elçin? Hiçbir şey. Yok. Neyse olup. Ama benden gizledirsen. Ular, Buyurun. Şakir müəllim oradadır. Gedib. Niye böyle tez? Nəşriyyata çağırıblar. Monoqrafiyasının korrekturası üçün. Monografiyanızın Hə, mənim də adım var. Həmin başı bəlalı monoqrafiyadır. Direktorla bizə düşmən idi. ne kadar müdafiə etseniz de kömək olmur, öyle mi? Niyə? Hərdən olur. Şakir müəllimlə işiniz vardı. Axı həmişə çağırardınız. Bu defa senin yanına gelmiş. Mənim? Olmaz. Buyurun. Çağıra bilərdiniz. Bəs niye otaqda teksən? Fərrux kitabxanaya gedib. İlqar buradadır, perforator otağında olmalıdır. Hele sana vurulduğunu demeyeyim. Öylesin. Yadındadır Gülnur. Bir zamanlar sen benim otağıma gelerdin. İndi də gəlirəm. O gelişler başkaydı. Məyər sizə də rəy lazımdır? Lazım. Nə barədə? Diplom işinə, məqaləyə, yoxsa dissertasiyaya? Özüm bana. Yaman narahat görünürsünüz. Bir hadisə baş verməyib. Yok. Atanızın xəstəliyi hakkında işittim. Bana da Fazıl dedi. Fazillə tanışsınız. Ha, biz Fazıl'la orta məktəbdə bir yerdə oxumuş. O bizdən qabaq qurtarıb orta məktəbi. Elədir, infarktdan yatır atam. Çoxdan ürəyindən şikayət eləyirdi. Bu həkimləri heç cür başa düşmək olmur. Hamını da anlayırlar ki, həkimə müraciət edin, sağlamlığınızı qoruyun. Hamı özləri. İndi necədir vəziyyəti? Hələlik babatdır. Amma durub gəzməyə icazə vermirlər. O da hövsələsiz adamdır, lap uşaq kimidir. Bütün günü deyinir. İndi Atangildə qalırsan. Atam. Hani atam? Axı o evdə deyil, xəstəxanadadır. Bir də
Nəyinizə lazımdır? Yenə gəlmək istəyirsiniz? Məyər sizə aydın deyil ki, bunun heç bir mənası yoxdur. Bağışlayın. Nə danışdığımı özüm də bilmirəm. Atam xəstələnəndən bir gün qabaq Vasif qardaşı ilə bizə gəlmişdi. Mən onlarla qapıda rastlaşdım. Atam ne üçünsə bəlkə əsəbləşmişdi. Deyəsən Yusif şöbə müdürü olmaq istəyir. Endorfin. Bizim barəmizdə də görünür söhbət getmişdi. Ondan sonra atam məni çağırıb dedi ki, dağıtma Elçinin ailəsini. Onun bu sözləri qulağımdan getmir. Atama əsəbləşmək olmaz. Gedirsiniz. Mənə sözümüz var. Yox. Sizinlə bu cür rəftarıma görə məndən inciməyin. Atamın xəstələnməsi mənə pis təsir eləyir. Hiss eləyirəm ki, mənim də günahım var. Bugün ona deyəcəyəm ki, mən xoşbəxtəm ata. Qoy o sağalsın. Onun hər istəyini yerinə yetirəcəyəm. Yox, əgər Allah eləməsin ona bir şey olsa, baş götürüb qaçacaq. Elə səndən də. Hərdən vağzala çıxıb qatarların getməsinə tamaşa edirəm. El ürəyim atlanır ki, adam beləcə çıxıb gedə və hər şeyi təzədən başlaya. Buraxdığı səhvləri bir də təkrar etməyə. Ehtiyatlı olun, Mavin bizim mərtəbədə gəzir. Bura gəlmişdi. Doğrudan? Ne üçün? Daha mən sənin üçün keçilmiş yola, oxunmuş kitaba, dərilmiş çiçək dönübündən belə laf qızıl olar, ya ki daş parçası neyine gerek kıyma məhəbbətdir cavan kağına payız həsrət çəkər yaz yarpağı
Ha Yusuf? Ha? Eşdirəm. Nə danışırsan? Nə vaxt? Bugün? Yaxşı. Dünya, dünya. Budur çalışmağın, çabalamağın sonu. Əlləş vuruş, axırı da ki, qara torpaq. Ne oldu Vasım müəllim? Elə bir yazıyım desin. Gönlüne dönenden işe çıkmır. Heç birimiz de maraqlanmamışıq ki, ne hadise baş verib. Sen deme, Ne oldu Gülnar? yaxşı deyiblər ki, indi Leyli Məcnun zamanəsi deyil. Balam, mən heç. Sən axı gərək biləydin. Axı ne oldu? Gülnarın atası gedib Allahın rəhmətinə cərrah kimi at çıxartmışdı. Kəsib doğramaqda mahirdi. Yaxşı bəs. İndi necə olacaq? Nə necə olacaq? Aparıb mahfu qayda ilə dəfn edəcəklər. Gedib başsağlığı vermək lazımdır. Yazıq qız. Yaman çox istəyirdi atasını. Hə? İndi istəməz. Necə dözəcək o bu dərdə? Dözər, dözər. Kim dözməyib ki? Torpağın yüzü soyuq olur. Şakir müəllimin də xəbər olmayıb. Yox, xəbər olmayıb. Hər halda bizə deyərdi, bilsəydi. Mənə Yusuf bu dəqiqə zəng elədi. Maraqlanır ki, nə əcəb Gülnarın iş yerindən heç kəs yoxdur. Deyirəm bəlkə indi gedək. Hə, gedək. Hazırlaş gedək. Şakirə də zəng elə. Ha, sağ ol. Məni bəlaya salan iki adamdan biri əbədi köçdü. Qəribədir. Bu qədər adamın içində mənə yaxın, doğma olan kəsə yaxınlaşa bilmirəm. Keçmişdə qadınlar qəbristana gəlməzdilər. Bəlkə də qadın doğma adamının torpağa tapşırıldığını görməsə yaxşıdır. Elə bilər uzaq bir səfərə gedib, havaqsa qayıdacaq. Torpaq bu ümidi adamın əlindən alır. Elçin, Gülnarın atasının ölüm xəbərini eşidəndə yaman özünü itirdi. Yəqin bütün təqsirlərin hamısını məndə görür. Ona görə də barışa bilmir mənimlə. Yox Elçin, günah sənin özündədir. Bilikli olsan da mərhəmətli ola bilmədin. Blaise Pascal yaxşı deyib.
Göy, yer, cisimlər ən zəif insan ağlı ilə müqayisədə bir heçdir. Çünki ağıl, zəka bunların hamısını, üstəlik özünü də dərk edir. Lakin bütün cisimlər və zəkalar tək bircə mərhəmət istəyinə dəyməz. Görünür bəzilərinə mərhəmətin o birilərinə ziyan verib. Bəlkə də ola bilər. Allah sənə rəhmət eləsin, Blaise Pascal. Sənə də rəhmət olsun, Əşrəf kişi. Elçin, sabah tezdən yanıma gəl. Səninlə söhbət var. Yaxşı. Alo. Salam İlqar. Mənəm. Ha, bugün. Yox, lazım deyil. Çox sağ olun. Sağ olun.
Salam. Bu vaxt xeyir ola. Vidalaşmağa gelmişim. Başa düşmürəm. Necə yenə vidalaşmağa? Ərzə vermişim. Vasif müəllimlə danışdım. İşdən getməyimə etiraz eləmir. Gedirsən. Hala. Eve girirəm. Elə bil divarlar üstümə gəlir. Heç anam da təskinlik verə bilmir mənə. Uşaq deyirsən ki, həyatın qanunu belədir. Başa düşürəm. Qınayırsan məni. Neyniyim ki, başqalaşa bilmirəm. Sənə rast gəldim. Bütün başqaları gözümdə adiləşdi. Dəyişdin. Mən bu dəyişməni qəbul edə bilmədim. Atam vardı. Dözə bilirdim. İndi hara gedirəmsə, elə bil onun səsini eşidirəm. Qapını açıram. Elə bil üz-üzə gələcəyəm. Bacarmıram. Dəlilər xəyallarla danışarlar. Belə şeylər olur. Darıxma, keçib gedər. Hamilə deyir. Anamdır. İndi sən də, hətta İlqar da. Deməli hamınız bir biçimdə, bir ölçüdəsiz. Sevginiz 3 günlük, 5 günlükdür. Hamısını başa düşürəm. Sən əvvəllər belə deyildin. Yaş mı dəyişib səni? Ailə mi? Vəzifə mi? Bilmirəm. Sən haqlı deyilsən Gülnaz. Yaxşı ki, o vaxtlar tanımışam səni. Haqlı deyirsən. Sözündən belə çıxır ki, mən tamam dəyişmişəm, başqa adam olmuşam. Əlbəttə. Bizim otaq o günkü gəlişin yadındadır. Qorxa-qorxa, çəkinə-çəkinə. Güya biz nəysə ağır bir cinayət eləmişik. Başa düşmürəm, mən axı otağa necə gəlməliydim? Nə danışmalıydım? Bilmirəm. Elə bilirsən ki, bilirəm. Bu dəfə deyəsəm sonuncu dəfə ayrılırıq. Axı hara gedirsən? Beş altı səhifə düz maqara eləyib elmlər namizəd olmuşsan. İndi qaçırsan. Mən bilirəm, sən təklikdən qorxursan. Sən çətinlikdən qorxursan. Amma darıxma. Mən də Şakir müəllim də səni darda qoymarıq. Sən heç yana getməməlisən. Eşitdin? Çünki mənim üçün də çətindir.
Qəti qərara gəlmişəm. Unutmaq üçün ayrılmaq lazımdır. Sağ ol. Bax belə. Xoşbəxt ol Elçin. Daha səninlə bir daha görüşməyəcəyik. Sənin xəyalınla dərdləşəcəyəm. Səndən xəbərsiz. Əlvida mənim Elçinim. Əlvida. Bir zamanlar oxşar taleyimiz bizi yaxınlaşdırdı. Evləndik. İlk vaxtlar belə güman edirdim ki, bu məhəbbətdir. Və biz bir-birimiz üçün yaranmışıq. Lakin bu çox tez keçdi. Mənə qarşı rəftarında heç bir zahiri dəyişiklik olmasa da, İndi sənin necə əzab çəkdiyini görürəm. Mən belə yaşaya bilmərəm. Ya hər şey, ya heç nə. Ona görə çıxıb getməyə məcburam. Hisslərimizi tənhalıq sınağında yoxlayaq. O zaman bir yerdə yaşamaq lazımdır ki, ayrı yaşamaq mümkün olmasın. Qınama məni.
Məni aldı səndən, getdi bu qatar. Göydə bir gövüc tüstüsü qaldı. Saçında əlimin tumarı qaldı. Ovcumda əlimin istisi qaldı. Baxma, bu qatarım dalınca baxma. Gözlərini yorunca baxma. Baxma. Mən getdim dünya ki qaldı yerində. Dünyanın payızı baharı qaldı. Ovcunda əlimin istisi qaldı. Saçında əlimin tumarı